Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Allahümme salli ala Muhammedin ve alihi tahirin. Ve la'nu daimi ala a'daihim ecma'in. Hədis inkarçısı insanları azdıran, ərəb dilindən savadı olmadığı halda özünün Quran tərcüməçisi, Quran təfsirçisi iddiasında olan bir şəxs o qədər buna deyiblər ki, sən ərəbcə bilmirsən, sən Quranı üzrən oxuya bilmirsən. Hətta bir vaxtlar təmsilçisi olduğu vəhabilər belə bunu ifşa ediblər. Deyiblər ki, bu ərəbcə bilmir və göstəriblər. Biz də dəfələrlə göstərmişik və təqribən bəlkə bir 3 gün bundan qabaq təzə bir video paylaşır və ona oxuyur, kompüterdən oxuyur ki, bir nəfər deyir ki, bu necə ərəb dili tərcüməçisidir ki, necə Quran tərcümə edir ki, ərəbcə oxuya bilmir, yaxud Quranı üzrən oxuya bilmir və bu da güya bu sözlərə, bu iftira hesab etdiyi söhbətlərə güya son qoymaq üçün deyir ki, bu iftiradır. Utanmaz-utanmaza deyir, bu iftiradır və yalandır. Baxın, bu adam üçün artıq xeyri yoxdur. Yəni, nə qədər ifşa edirsən, göstərirsən, yenə də inadkar insan yenə də davam edəcək zaten. Deməli, bu adam 3 gün bundan qabaq güya özünü təmizə çıxarmaq üçün yenə də biabırçı bir şəkildə Quran-ı Kərimi üzündən oxuyur. Zaur Mahmudov yazır ki, başqa bir adama, qardaş, bu insan Quran tərcümə eləyir, amma ərəb dilində Quranı doğru düzgün üzündən oxuya bilmir. Qardaşlar, bu bilirsin nətərdir? Bu bir iftiradır, bu bir böhtandır. Qardaşlar, bu bilirsin nətərdir? Bu bir iftiradır, bu bir böhtandır. İnsan oxuyarkən, məsələn, mən təcvidlə oxumağın tərəfdarı deyiləm. Baxın, acizcə bir Qurandan bir ayəni açıram. Orada ərəbcəsini oxuyuram sizə. Bismillahirrahmanirrahim. İzə ərsəlnə iləyhim usnəyni fəkəzzəbuhuma fəəzzəznə bisəlis. Baxın, acizcə bir Qurandan bir ayəni açıram. Orada ərəbcəsini oxuyuram sizə. Bismillahirrahmanirrahim. İzə ərsəlnə İləyhim usnəyni fəkəzzəbuhuma fəəzzəznə bisəlis fəqalu innə iləykum mursalun. İndi bunun ərəbcəsini oxuyaq. Belə avazla. İzə ərsəlnə iləyhim usnəyni fəkəzzəbuhuma fəəzzəznə. Bu cür oxunur, düzdürmü? İndi Azərbaycancasını oxuyuram. O zaman onlara 2 nəfər elçi göndərdik. Amma onlar ikisini də yalancı saydılar. İndi başqa cür oxuyuruq. O zaman onlara 2 nəfər elçi göndərdik. Amma onlar ikisini də yalan. Budurmu, qardaş? Budurmu oxumaq? Yəni, anlayışımız budurmu? Niyə bunun belə... Baxın, orada deyir ki, mən təcvidlə oxumağın tərəfdarı deyiləm. Əvvəla, niyə tərəfdarı deyilsən? İkincisi, sənə heç kim demir ki, təcvidlə oxuya bilmirsən. Sənə deyirlər, sən Quran oxuya bilmirsən, özündən oxuya bilmirsən. Biz də dəfələrlə göstərmişik. O əvəzinə ə oxuyur, ə əvəzinə o oxuyur. 2 feili bir-birindən ayıra bilmir. Nəkəhə yənkihu feili var. İnkih əmridir, yəni nikah et. Bir də ənkəhə yunkihu ənkih feili var. O da ifal vəzindədir. 2 feili bir-birindən ayıra bilmədi bu adam. Biz göstərdik ki, fənkihu, fəənkihu yaxud və ənkihu feilini fənkihu ilə ayıra bilmədi bu adam ki, bunun haqqında ətraflı video çəkib danışdıq. Bu 3 gün bundan qabaq da qoyduğu videoda Yasin surəsindən bir ayə oxuyur. Yasin surəsinin 14-cü ayəsi belə buyurur. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İz ərsəlnə iləyhim usnəyni fəkəzzəbuhuma fəəzzəznə bisəlisin. Ayə davam edir. Ayə, sadaqallahul aliyyul azim. Ayə əvvəlində iz ərsəlnə oxumalıdır. Necə oxuyur? İz ərsəlnə. Əvvəla birinci xatam budur ki, iz ərsəlnə oxumurlar. İz ərsəlnə oxumalısan. Necə ki, qarilər də bu cür oxuyurlar. İkincisi, ərsəlnə feili sən ərsəlnə oxumalısan. Ən azından indi Quranlarda neçə nəfəs uzatmağına mənim işim yoxdur. Ən azından ərsəlnə oxuyanda axırıncı nunu uzatmasan, yanına əlif qoymasan, ərsəlnə feili 3-cü şəxsin cəm xanımlarına aiddir. Müənnəs, yəni qadın cinsi və cəmə aiddir. Məsələn, ərəblərdə ərsələ 1 nəfər göndərdi kişi, ərsələ 2 nəfər göndərdi. Bəziləri ərsələ da oxuyurlar ki, A kimi tələffüz edirlər ki, ikilik bilinsin. Sonra ərsəlu, yəni o kişilər göndərdilər cəm halda. Sonra ərsələt 1 qadın göndərdi, ərsələtə 2 qadın göndərdi, ərsəlnə qadınlar göndərdilər. Axırıncı nun hərfinin yanına əlif qoyub uzatmasan, ərsəlnə, nə orada faildir, yəni biz göndərdik mənasını verir. Amma əni uzatmasan nunu, nundan sonra əlif qoymasan, ərsəlnə oxumasan, ərsəlnə oxusan, yəni qadınlar göndərdilər. Bu da bunun sözdə ikinci xətasıdır. Elə fəəzzəznə feilində bu cür oxuyur. Fəzzəznə deyil, fəəzzəznə.
Orada da fə əzzəznə oxumalısan və axırında da nə uzatmalısan ki, yəni biz qüvvətləndirdik, biz izzətləndirdik mənasını versin. Amma bütün bunları yeni video çəkməyə də ehtiyac yox idi. Çıxıb sadəcə deyərdim ki, bəli, mən səhv etmişəm. Biz demirik ki, məsələn, sən təcvidlə oxumursan, yaxud təcvidlə oxuyanda səhv oxuyursan. Sən Quranı üzündən heç təcvidi qoy bir kənara, hətta avazla oxumağı da qoy bir kənara. Öz eybini örtmək üçün niyə yalandan başqa məsələlər ortaya atırsan? Heç kim sənə demir ki, təcvidsiz oxuya bilmirsən. Daha doğrusu təcvidlə oxuya bilmirsən və yaxud musiqi ilə, avazla oxuya bilmirsən. Yox. Sənə deyirlər ki, Quranı üzündən oxuya bilmirsən. Və üzündən oxuya bilməmək də əyib deyil, amma oxuya bilmədiyin halda Quran tərcüməçisiyəm mən, Quranın təfsiri verirəm, nə bilim, qırmızı diplomla bitirmişəm məktəbləri, bu kimi yalanlar danışıb insanları aldatmaq əyibidir. Ola bilər oxuyub qutarıb, bizim onun işimiz yoxdur. Kim ona qırmızı diplom verib, onun özünü belə yoxlamaq lazımdır, nə bilim, onun özünü belə araşdırmaq lazımdır ki, bu bisavadlıqla necə olub bu diplomu alıb. Və yaxud da ola bilər yaxşı oxuyub sonra unudub, unutduğun halda nə haqla sən çıxmısan ki, məsələn, mən Quran təfsir edirəm, yaxud Qurana izahlı tərcümə edirəm. Başqa təfsirləri qəbul etməyən şəxs Qurana izahlı tərcümə yazır. Velhamdülillahi Rabbil alemin və sallallahu ala Muhammedin və alihi tahirin. إذ أرسلنا إليهم اثنين فكذبوهما فعززنا بثالث إذ أرسلنا إليهم اثنين فكذبوهما إذ أرسلنا إليهم اثنين فكذبوهما فعززنا بثالث